Deməli uşaqlar 44-cü sınağa keçirik. 44-cü sınağın izahına keçirik. 44-cü sınağın izahına keçirik. Burada deməli baxırıq. X kvadrat y çıx x y kvadrat bərabərdir 20'dir. O hissəni götürürük. Oradan x y ortaq vuruq çıxardırıq. Burada bir dənə x qaldı çıx. Burada da y qaldı bərabərdir 20'yə. X y vuraq. X çıx y-in qiyməti 4'dür deyə 4 yazırıq. 20'ni də 4'ə böldük 5. X y 5 oldu. İndi uşaqlar x çıx y və x y var əlimizdə. Onları yazdıq bir sistemdə və x kvadrat üstə y kvadratını istəyir. X kvadrat üstə y kvadrat köməkçi düsturun bilirsiniz çıxma ilə olan. X çıx y-in kvadratı üstə 2xy. Çıxmanın qiyməti 4'dür. 4'ün kvadratı üstə 2 vuraq 5. 16 üstə gəl 10 ödəyir 26. Hazırdır. Deməli uşaqlar x kvadrat y kvadratının 2 dənə düsturunu anında yəni yazmağı bilməlikdir. Elə güllə kimi çıxmalıdır o. Beynimizdən gəlməlidir o dəqiqə görən kimi. O həmin o avtomatik alınmırsa, məsəl üçün götürək Aliyəni deyirəm. Aliyə o həmin avtomatik alınmırsa, deməli uje sən hazır deyilsən. Başa düşdün, bilmirsən. Əlində kompasın yoxdur. Dənizin ortasında qalmısan, bilmirsən hara gedirsən. Oldu. Müəyyən şeylər var ki, məsələn bax burada deyirəm. Neyniyim? Məsəl üçün belə misallarda özümü göstərim. İşte bunu görən kimi güllə kimi sənin beynindən gəlməlidir. X kvadrat y kvadratını görən kimi düsturları gəlməlidir beynindən. İki düstur da beynində gələndə görəsən ki, çıxma var, çıxmanı istifadə edirsən. Vəssalam, qutardı. Başqa yolu yoxdur. Onu vəziyyətə gətirmək lazımdır hər dəfə. Şuurlu şəkildə öyrənmək lazımdır. Deməli belə, rombun diaqonallarından biri 10'dur. D1 bərabərdir 10'dur. Perimetri isə 52'dir. Açar sözlər diaqonal və perimetrdir. Rombun perimetrinin düsturunu bilirəm. Ona görə tez yazdım onun düsturunu. Diaqonal gördüyüm için diaqonal kvadratı, diaqonal kvadrat və 4A kvadratı düsturunda yazdım. Yenə deyirəm, açar söz diaqonallar və perimetrdir. Həmişə belə edin. Açar sözləri görən kimi onların düsturunu yazın. Bir də deyirəm, İskəndər açar sözləri görən kimi düsturu yazın. Deməli perimetr 4A, diaqonallarda D1 kvadrat, D2 kvadrat, 4A kvadratı, perimetr 4A'dır. 4A 52'ye bərabər A 13'dür. D1 kvadrat, D2 kvadrat, 4A kvadratıdır. Yerinə D1'in qoyuram, onun kvadrat üstə gəl. D kvadratı bərabərdir 4 vura A-nın qiyməti 13'dür. Yerinə yazıram, o dəqiqə gözləmirəm. 676 eləyəcək o. Oradan D kvadrat 576, oradan da D bərabərdir. Deməli D bərabərdir 24. Sahəni də tapanda D1 vur D2 bölü 2'dir. Onu da yerinə qoyduq, hazırdır. İkinci sualımız da hazır oldu. Keçdik üçüncü sualımıza. Deməli burada kvadratlar görürəm. Ortaq vuruq da yoxdur. Ortaq vuruq olsa uşaqlar əvvəlcə ortaq vuruğu çıxardın, sonra muxtəsər vurma eləyin. Bir də deyirəm. Ortaq vuruq varsa əvvəl ortaq vuruğu eləyin, sonra muxtəsər vurma eləyin. 9A 3A'nın kvadratı, bu birisi də 4BC-nin. Onu da bir dəfə çıxma, bir dəfə üstə gəlmə eləyirik. Rahat idi. Ox kəsiyi düzbucaqlı üçbucaq olan konusun yan səthinin sahəsi verilib, həcmin soruşur. Uşaqlar burada açar sözlərə baxaq. Konus var burada. Konusun yan səthi var və həcmi var. Bir də deyirəm, konus var, yan səth var, həcm var. Konusun yan səthini düsturunu yazaq o dəqiqə pi r l. Həcm dediyinə görə düsturunu yazaq 3/1 pi r kvadratı vur h. Təsəvvür edirsiniz, yəni misala başlamamışam, açar sözlərdən o dəqiqə düsturu yazın. Başa düşdünüz? Ən zəif uşağın yəni misalın öhdəsindən gəlmə texnikalardır bunlar. Bir də deyirəm, açar sözlərin düsturunu yazdı. Bu bir. Ondan sonra bunu da biz ayrıca məşq edirik. Dərsin axırında da sual cavab da var idi. Ox kəsiyi düzbucaqlı üçbucaq olan konus. Ox kəsiyi düzbucaqlı üçbucaqda oradan çıxan nəticə var idi. H r idi. Eldəki R kökdə 2 idi. Bu nəticəni də o dəqiqə çıxardırdıq. Başa düşdünüz? Bunu yazırdıq. Ox kəsiyi düzbucaqlı üçbucaqda nə olur? Bərabər tərəfli üçbucaq olanda nə olur? Konusda ox kəsiyi düzbucaqlı üçbucaqdırsa və yaxud da ox kəsiyin təpə bucağı 90 dərəcədirsə, deməli düzbucaqlı üçbucaqdır. Oradan H R L R kökdə 2 tez çıxdı nəticələr. Deyir yan səthin sahəsi 36 kök 2 pi idi. Baxın, S-yanı PRL yazmışıq. S-yanın yerinə 36 kök 2 pi-ni yazmışıq. Sonra PRL-i də burada yazanda PR, L-in yerinə həmin bu R kökdə 2-ni gətirib yazmışıq. Pi-lər getdi, kök 2-lər getdi. R oradan 6 alındı. R 6-dırsa deməli belə çıxır ki, H da 6-dır. L-dəki elə 6 kökdə 2-dir. Həcmdən danışır. Həcm 3/1 pi r kvadrat h-dır. 3/1 pi vur. R-in kvadratı 36 vur. H-dakı 6. 6 ilə 3 gedir. Burada 2 qaldı. 72 pi elədi. Belə 4-cü sualda hazırdır. Keçdik 5-ci suala. Uşaqlar permütasyonun 2 ilə olan düsturu
permütasyonun 2 ilə olan düsturu nədir? N vuraq, N çıx 1. Məsələn, P 8, 2-dirsə, uşaqlar 8 vur, 8-dən bir dənə azdır düstur. Deməli, burada 6, 2 verilib. Ona görə tez 6 vur, 5 yazdıq. Bölgüsü yoxdur, görürsünüz də. Aşağıda da x faktorial. Deyir, 30 böl x faktorial tam ədəddir. Görürsən, x-ə nə yazsaq tam ədəd verir? X-ə 1 yazsaq 30 böl 1 faktorial tam ədəd eləyər. 2 də yazsaq 30 böl 2 faktorial da tam ədəd eləyər. 3 yazsaq 30 böl 3 faktorial da tam ədəd eləyər. Çünki 3 faktorial 6-dır. Amma 30 böl 4 faktorial, yəni 4 faktorialı bilirsiniz də 24 eləyir. Bu tam ədəd vermir. Ona görə x 1 ala bilər, 2 ala bilər, 3 ala bilər. X-in qiymətlərinin sayını tapın. Hə, 0 da ala bilər uşaqlar. Bu yadımdan çıxmışdı. 0 faktorial 0 eləmir, 1 eləyir. Ona görə 4 dənə qiymət var. Belə. Biraz diqqətli olun. Bax, görürsünüz, mən özüm də hələ bundan qabaq eləmişəm, yenə mexaniki səhv elədim. Yəni, bu onu göstərir ki, hər birimiz eləyə bilərik. AB vektorun modulunu tapın. Modulu qoyuram qırağa. A ilə B verilir, uşaqlar. A ilə B verilir. Başa düşürsünüz. AB vektorunu istəsə, bunu siz məşq eləmişsiniz. Vektorlarda x2 çıxaq x1-dir. Bir də y2 çıxaq y1-dir. Bir də AB vektorunu tapanda x2 çıx x1, bir də y2 çıx y1-dir. Biz də AB vektorunu belə tapırıq. Bunun x-indən bunun x-ini çıxırıq. 18 çıx 2 kökdə 2. Y-indən də y-ini çıxırıq. 18 hamımız bilirik 3 kökdə 2-dir. Bunun çıxanda kökdə 2 qaldı. Bu da 12-də 4 vur 3-sə, bu da 2 kökdə 3 eləyir. Oldu. Bu da eləyir 2 kökdə 3. 12 4 vur 3'dür deyə 4-dən 2 çıxır da ona görə. Və modul deyəndə kökün altında kvadratlar eləyirik. 2 üstə gələk 12, 14 elədi. 6-cı sual da hazırdır. Aha, keçdik. 7-ci sual qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar üzbəyiz olan bucaqlardır. Biri 100 dərəcədirsə, digəri də 100 dərəcədir. Qəşəng sual idi. Aşağıdakı kəsirlərdən ən böyüyünü tapın. Uşaqlar, burada yarış keçirdirik elə bil. Bax, gəlin A ilə B yarışsın. Aşağıdakı kəsirlərdən ən böyüyünü tapın. Sonra S ilə D yarışsın. Y finalda qalsın. Belə-belə bunları işləyək. A ilə B. Bunların hər ikisini 24-ə vuraq uşaqlar. 24-ə vuraq. Getdi qaldı 3. Elədi neçə? 15. Burada 2 qaldı bağışlayın. O elədi 10. Burada da 3 qaldı. 3 elədi. 10 3-dən böyüksə deməli 12-də 5, 8-də 1-dən böyükdür. Ona görə balacanı atdıq. Bizə böyük istəyibdir. Bu uduzdur. A qalıb burada. Burada uşaqlar 20 olan hər ikisini 80-ə vuraq ortaq məxrəc. 80 20 getdi qaldı 4. 4-ə 13-ə 52. Getdi 5 5 dəfə 9-un 45. 52 45-dən böyükdür. Deməli 20-də 13 böyükdür. Bu balacadır. Balacanı atdıq. Bu da uduzdur. Uduzanlar atdıq. İndi 12 ilə 20-ni yarışdıraq. Hər ikisini 60-a vursaq uşaqlar. 60-a 5 qaldı. O da eləyir 25. 3 qaldı, o da 39, 39 23-dən. Böyükdür 20-də 13 deməli qalib gəldi. Bu da uduzdur. Aha, 20-də 13-dən 18-də 11-i müqayisə eləyək. Bunlara nəyə vuraq? Məsələn 180-də vuraq tutaq ki. Aha, getdi 9 qaldı. 9 dəfə 13-ün 117. Bu da 10 dəfə 11-in 110. 117 110-dan böyükdür. 20-də 13 qalib gəldi və ən böyük budur. Çempion oldu bu. Aha, o kubokunu da çəkək. Kubokuddur. Taxtadan kubokdur. Belə. 9-cu suala keçirik. 1 çıx tangens vur kosinus bərabərdir 1-ə. Uşaqlar, tangensi heç nə bilmirəm deyə sinus böl kosinus yazdım. Yenə deyirəm, zəif uşaqlar necə yanaşa bilər misala? Anında görmürük də misalın texnikasını. Ona görə nə edə bilərəm? Sinus böl kosinus yaza bilərəm. Sonra mötərizanı aça bilərəm. Kosinusu 1-ə vuranda kosinus, kosinusu kəsirə vuranda getdi qaldı sinus bərabər 1. Uşaqlar, çox qəliz bir texnika. Kosinus x çıx sinus x. Uşaqlar, düstur. Kök altda 2, kosinus x üstə gəl 45 deməkdir. Oldu. Bir də kosinus çıx sinusun düsturu. Kök 2 vuraq, kosinus x üstə gəl 45. Yəni x üstə gəl pi böl 4-dür. Bunu bir dəfə də deyək. Kosinus alfa çıx sinus alfa görsən, heç bir iş görə bilməsən, əsasda tənliklərdə, deməli, qiymətlər oblastında kök altda 2, kosinus alfa üstə gəl pi böl 4. Dərsin axırında bu düsturu soruşarıq. Oldu. Bunu mən
Sonra sınaqları bir dəfə də incələyəcəm. Hansı belə təhlükəli şeylər varsa, onları düstur kimi təzədən kənara çıxardacağam ki, anında tez reaksiya göstərək. Deməli, bunun cavabı kök 2 cos x plus 45 1-dir. 1-i kök 2-yə böldüm. Belə. Kosinusda nətər həll edirik? Burada nədirsə onu yazırıq. Nədirsə yazırıq onu. Sonra 1 böl kök 2-ni harada alır? Müsbət mənfi arc kosinus 1 böl kök 2 plus 2 pi k. Həmişə əzbərləyirik bunu. X üstə gəl pi böl 4 plus minus kök 1 böl kök 2-ni 45'də alır. Bu pi böl 4 üstə gəl 2 pi k. Bunu mən 2 halda yazmışam. Bir dəfə x üstə gəl pi böl 4. Pi böl 4 plus 2 pi k ilə. Bir dəfə də mənfi pi böl 4 üstə 2 pi k ilə yazmışam. Burada x 2 pi k olub. Burada da x olub. Müsbət pi böl 4 o tərəfə keçdiyinə görə mənfi pi böl 4 olub. Bax, mənfi pi böl 4. Mənfi pi böl 4. Ortaq məxrəc 4. Mənfi pi, mənfi 2 pi. İxtisar getdi. Mənfi pi böl 2 üstə 2 pi k. Bu 90'dır. Mənfi 90. O da tangensin məxrəcin sıfıra çevirdiyi üçün ödəmir. Başa düşdünüz? Tangensin məxrəcin bütün o 90'lar, mənfi 90, 270, mənfi 270, yəni tək pi böl 2'lər. 1 pi böl 2, 3 pi böl 2, 5 pi böl 2. Bunlar tangensin məxrəcin sıfıra çevirir. Bunu da yəni qeyd eləyək. Bunu da üstündən bir dəfə getmək lazımdır. Yəni harada ki çox təhlükəli şeylər var, onların üstündən mən gedərəm. Amma orta səviyyələri də siz üstündən getməlisiniz. Elə oxuyarsınız ki, yadınızdan çıxmasın. Cavab 2 pi k oldu. Gəldik burada bir misala. Deməli, kökün altında 8'i uşaqlar 4 vur 2 yazıram. B üstü 3'ü də b kvadrat b yazıram. C kvadrat c yazıram ki, bu ikinci dərəcədən kökdən çıxsın. 4'dən 2 çıxır. B kvadratının 2'ni 2'yə böləndə heç nə qalmır. Modul B. Burada da 2'ni 2'yə böləndə modul C. Kökün altında mənfi qaldı. 2 qaldı. BC qaldı. Super. İndi uşaqlar C'miz mənfidir. Mənfini mənfiyə vuranda müsbət eləyir. Deməli B nə olmalıdır? Məna olsun. B də deməli müsbət olmalıdır, məna olsun. Bir də çox ağır bir sualdır uşaqlar. Bu həqiqətən çox ağır sualdır. C mənfidir uşaqlar. Burada da mənfi var. Mənfi ilə mənfi müsbət eləyəcək. B də müsbət olmalıdır, mənası olsun. Deməli B müsbət bir şeydir. C-ni də göstərib özü mənfidir. Müsbətdən müsbət çıxır, mənfidən mənfi çıxır. Kökün altı qalır. Deməli cavab mənfi 2BC. Kök altdan mənfi 2BC. Bax, belə şey siz təkrarlamalısınız. Başa düşdünüz siz, anladınız ki, orada güclü vurğu var. Ona görə siz ən çətin nəticə yazılıb. İndi burada bu məntiqdir. Nə bilim, belə sual düşə bilər, düşməz. Yazıb da. Bir-birindən fərqli x, 2, y, 9, 6 NATO ədədləri kiçikdən böyüyə doğru düzəndə kiçikdən böyüyə doğru nətər düzmək olar? Gəlin düzək. X, y, x ortada olur. X ortada olur. Kiçikdən böyüyə düzəndə x ortada olsun. Onda belə düzək. Y, 2, x, 6, 9 ya da 2, y, x, 6, 9 belə ola bilər. Ya da 2, 6, x, y, 9 ya da 2, 6, x, 9, y belə bir şey ola bilər. X ortada olur, kiçikdən böyüyə düzmək. Ancaq bu da mən bilmirdim axı y-in qiyməti neçədir. Deyir, y hansı ədəd ola bilməz? Hansı ədəd ola bilməz? Orada amma variantlar var idi testdə. Variantlar var idi. Özdə bu ədədlər natural ədədlərdir hamısı. Görürsünüz, natural ədədlərdir. Bax, burada da uşaqlar y 2-dən balaca ola bilər. 2-dən balaca ola bilər. 2-dən kiçik ədəd ola bilər. 1 ola bilər. Sonra y bax 3 ola bilər, 4 ola bilər, amma 5 ola bilməz. Bu 5 olacaq yəqin ki, bu da 6. Deməli y 3 ola bilər, 4 ola bilər. Aha. Burada y 5 ola bilməz ki, çünki 5 olsa problem yaranacaq da. Bu 6-dan balaca natural ədəd olmalıdır burada. Deməli y 9-dan balaca nə ola bilər? 8 ola bilər, 7 ola bilməz uşaqlar. Onda bu 7 olacaq. Başa düşürsünüz, bu da 8. Demək 7 ola bilməz, 5 də ola bilməz. Bu variantları götürməyin. 9-dan böyük ola bilər, 10, 11, 12 və s. Belə bir çətin sual idi. Bilmirəm nə dərəcədə başa düşdünüz. Məncə o qədər önəmli sual deyil. Belə inanmıram belə sual olsun.
Aha. Gəldik bura uşaqlar. Çox çətin bir sual var. Çox maraqlı sualdır. Məsəl üçün elə bir 100 dənə təmbölən işləyirsən, oradakı məsələn 100-cü sualdır, elə hesab elə. Baxaq görək bu nətər öhdəsindən gəlmək olar. Uşaqlar, deməli AC ilə DY paraleldir. Aha, bildik. AB 12-dir. DY 3-dür. Sonra BY ilə YS bərabərdir. Əla. Uşaqlar, bax, üçbucaq çəkirəm. Bucaq çəkirəm. Və paralel çəkirəm. Paralel. Paralel bu tərəfin ortasındadırsa, bax bir də deyirəm. Üçbucaqda paralel çəkmişəm. Paralel bu tərəfin tam ortasına gəlib düşüb. Tam ortasına. Onda 100% bu biri tərəfin ortasından çıxıb. Bax bunu yadda saxlayın. Bir də deyirəm bax. Çox güclü, çox ağır texnikadır ha bu. Çox ağır. Hər adam istifadə eləmir. Bilsə belə istifadə eləmək olmur bunu. Bax bu demişdi ki paraleldir. Əla. Baxdı ki paralel gəlib bu tərəfin ortasına düşüb. Özü deyib də. Görsən BY ilə YS bərabərdir. Onda 100% o biri tərəfində ortasına çıxıb. Deməli burada da bu biri tərəfi görmədiyim üçün bunu belə uzadıram. Hə deyirəm ki deməli BM-in tam ortasından çıxıb. Bura ortadır. Bura ilə bura bir-birinə bərabər. Deməli D ortadır. Onda BM-in ortası D-dir. BM-in ortası D-dir. Bax uşaqlar belə bir şey eləyirəm. BM. Bunu yavaş-yavaş danışmaq lazımdır. Ortası D-dir. Bax, bax, bax. D ortadır. Bura ilə bura bir-birinə bərabərdir. Burada da bir dənə perpendikular varsa uşaqlar. Bu tərəfdə perpendikular o heç. Onda buradakı üçbucaq var ha uşaqlar. O bərabər yanlıdır. Yəni bu perpendikular median rolunu oynayıbsa, bir də deyirəm, perpendikular median rolunu oynayıbsa, o çıxdığı bax yerdən gəlib median rolunu oynayıbsa, onda buralar yan tərəflərdir uşaqlar. Yəni AB ilə AM bir-birinə bərabərdir. Onda burada nədir? 12-dir. Çox ağır gediş. 2 dənə çox ağır gediş. Hələ birinci gediş ikincidən də ağır idi. Sonra uşaqlar bu üçbucağa fikir verin siz. Üçbucağa fikir verin. Bax, buranın ortasıdır. Buranın da ortasıdır. Həm də paralel avtomatik orta xətdir də bu. Yəni bu balacanı 2-yə vuranda bura alınır və yaxud böyüyü 2-yə böləndə bura alınır. Bura 6-dır. Onda bura AC hamısı 18-dir. Bax ona görə deyirəm çox ağır sualdır uşaqlar bu. Amma bunu mütləq öyrənin. Uşaqlar, mütləq şəkildə öyrənin. Mən məcburam uşaqlar sizə təzədən video çəkəmi. Belə ağır sualları kənara çıxardıb bir də çəkməliyəm ki, bunlar yəni sizi fərqləndirən suallar olacaq. Yəni 25 aparan suallardır bunlar. Gəldik. Uşaqlar burada 2 üstü 4'ü ortaq vuruq çıxarsaq 2 üstü 4'ü. 2 üstü 4'ü 2 üstü 4'ə böləndə 1 eləyir. Heç nə qalmır. Amma 2 üstü 5'i 2 üstü 4'ə böləndə 2 üstü 1 qalır. Böyük mötərizə üstündə də kvadrat. Yəni bu kvadrat ola çıxarda bilmərəm çölə. İçəridə ortaq vuruq eləyirəm. Başa düşdünüz? Burada qüvvət ola içəridə ortaq vuruq eləyirəm. Elə suallar seçib ki uşaqlar hamısı həqiqətən də dəhşət dərəcədə önəmli suallar. Bir sual bəlkə 4-5 sual əhatə eləyir. 4 də 2'nin kvadratıdır. Üstündə 5 var. 27 də 3'ün kubudur. Hələ ki 27 yazıram. 2'nin üstü 4'ü 2'yə vuranda 2 üstü 8 eləyir. Bu da 3 eləyir. 1 ilə 2 3. 3'ün də kvadratı. Görsəm 2 üstü 4'ün kvadratı. 2 üstü 8. Həm də 3'ün kvadratı 9. 27. Bu da 2 üstü 10. Bunlar ixtisar getdi 3 qaldı. 2 üstü 8 ilə 2 üstü 10 getdi. Aşağıda 2 üstü 2 qaldı. 4 vur 3 yuxarıda 1. 12'də 1. Diqqətiniz burada olsun. ABCD ədədi silsiləsinin ardıcıl hədləridir. Ardıcıl hədlər isə uşaqlar 2 vuraq ortadakı bərabər qıraqdakıların cəmi. Bax bunu unutmayaq. Və bunu tapın deyir. Deməli ədəd silsiləsinin ardıcıl hədlərsə o dəqiqə nəticə çıxartmaq lazım. Uşaqlar 3 dənə əgər ədəd silsiləsinin ardıcıl hədlərsə 2 vur ortadakı bərabər qıraqdakıların cəmi o dəqiqə güllə kimi çıxmalıdır. Və deyir ki bu ifadəni tap. Mən də görürəm ki burada kvadratlar var uşaqlar. Bilmirəm də bu nətər tapım. Axı başda işləmir, bura ideya zadı yoxdur. Deyirəm bəlkə buranı kvadratı üstəldir. Burada tək-tək kvadratı üstəltmək olmur. Onda məcbur mötərizə kvadratı üstəldirəm. Hə, uşaqlar. Deməli, tək-tək kvadrat görün, tək-tək kvadratı üstəltmək yoxdur. Ona görə ehtiyatlı olun. Mötərizə kvadratı. Yaxşı uşaqlar, ifadə olanda tək-tək kvadratı üstəltmək yoxdur. Bax, bütün vurğulara fikir verin. Bunlar hansı ki uşaqlar beynimiz bizə elətdirəcək də onu. Ona görə nə deyirəm bax deyin. Aha bunu dedi, bunu dedi, bunu dedi. Bax belə fikirlərlə. A kvadrat üstə gəl 2AC üstə gəl C kvadrat bərabər 4B kvadratı. Əla.
Uşaqlar, a kvadrat üstəgəl s kvadrat yazdım. Düzdür. 4b-ni keçirdim sağa, bərabər mənfi 2ac. Gördünüz, bax, buranı almaq üçün 4b-ni sola keçdim, 2ac-ni sağa keçdim. Deməli, bu ifadə mənfi 2ac-yə bərabərdir. Yerinə qoyanda mənfi 1 eləyir. Amma həqiqətən də siz deyə bilərsiniz ki, bu bizim ağlımıza gəlməyəcək. Düz də danışırsınız. Düz deyil, sizin ağlınıza gəlməyəcək onsuz da. Bəlkə belə eləyək. 4b kvadratı var ya, görürsünüz 4b kvadratı buna bərabərdir. 4b kvadratın yerinə bunu aparıb qoya bilərsiniz amma siz. 4b kvadratı buna bərabər olduğunu aparın qoyun. A kvadrat üstə s kvadrat. Qabağında mənfi var deyə mənfi ilə bunu açın. Mənfi a kvadratı, mənfi 2ac, mənfi s kvadratı böl 2ac. Bunlar getdilər hamısı. Hə, bunu eləyə bilərsiniz. Aha. Maşın yolun 40%'in getdikdən sonra qalan 75 kilometr yolun 60%'in getdi. Deməli, bizə 75 kilometr qalmışdı. Qalan 75'dir. Və bunun 60% getsə nə qədər qaldı? Görsən, qalan 75'in 60'ı getdi, deyir nə qədər qaldı? 40%. 25'e böldük 3, 4, 40'ı da 4'e 10, cavab 30. Bunu niyə vermişdi bəs? Hə, bilət çaşdırmaq üçün yəqin ki. Təsəvvür edin ki, bax, bu sual uşaqlar bir dəfə, bilmirəm 2020 idi, 2019 idi, yoxsa 2021 idi. Şeydə çıxmışdı, buraxılış imtahanında. O qədər önəmli şeydir ki, o qədər önəmlidir ki, dəfələrlə 2 sınaqdan bir düşür. Gid o tərəfdə içsin. 2 sınaqdan bir düşür. Təsəvvür elə. Məsələn, A nöqtəsini X-ə nəzərən simmetriya, Y-ə nəzərən, Y və X düz xəttlə nəzərən. Bunu uşaqlar çox yaxşı əzbərlər. Amma bu, aynən B nöqtələri C nöqtəsinə nəzərən simmetrikdir. Aynən B nöqtələri C nöqtəsinə nəzərən simmetrik deyəndə aynən B, 2 dənə nöqtə, məsələn, M nöqtəsindən N nöqtəsi K-ya nəzərən simmetriksə, K bunların ortasıdır uşaqlar. Bir də deyirəm, məsələn, aynən B nöqtəsi C-yə nəzərən simmetriksə, C bunların ortasıdır. Deməli, C bunların nə idi? Ortasıdır. Uşaqlar, ortanı nətər tapırlar? X ilə X-i toplayıb bölürlər 2-yə. Bərabər olur ortanın X-inə. Orta nöqtəni nətər tapırlar? Y ilə Y-i toplayırlar, bölürlər yenə 2-yə. 2-yə bölürlər. Bərabər edirlər yenə nəyə? Ortanın Y-inə. Buradan 2-ni 3-ə 6 eləyir. 2 plus B bərabərdir 6, B bərabər 4-ə. A plus 4 bərabərdir 10, A da bərabərdir 6-ya. 4, 6, A plus B-ni soruşur. Gəldik bura. Biraz vaxt aparan sualdır. Siz kvadratlar fərqini bilirsiniz də. Kvadratı tuturuq. Olduğu kimi dəyişmədən bir dəfə çıxma, bir dəfə üstə gəlmə. Bu içəridə mötərizələr dəyişmir ya. Mötərizələrə bax, mötərizəni dəyişmir. Ortada bir dəfə çıxma, bir dəfə üstə, amma böyük mötərizənin içində yazın bunu. Burada da yenə bir dəfə çıxma, bir dəfə üstə gəlmə və salam. Belə. İndi bunu açsanda X üstə gəlir çıx Y plus 4, çıx Y çıx 5. Belə. İndi X-dən Y-i yaxınlaşdıq oldu müsbət 7, X-dən Y-i yaxınlaşdıq oldu mənfi 1, X çıx Y mənfi 7, X plus Y plus 3. Yaxınlaşdırmalar elədik. Heç nə, X çıx Y gördüyüm yerə 14 yazdım. Bax, burada 14 yazıram. 14 plus 7 olur. Burada 14, 14 çıx 7 olur. Gördünüz də. X-də gəl Y-ə 9 yazıram. Və salam. Biraz yenə deyirəm, cəbri vərdişi çox olduğu üçün yeni başlayanlar eləyəməyəcəklər. Keçdik 18-ci suala. Heç nə, loqaritmada nətər həll edirik? Deməli, buradakı ifadə bərabərdir 2-nin üstü 0. İfadə bərabərdir 1-ə. 8 keçdi o tərəfə. Oldu 9. 9 üçün kvadrat yazıq. X-də bərabər 2 hazırdır misal. Gəldik bu misala. Bu misalı bir vurub açmışam uşaqlar. Vurub açıb sağa keçmişəm hamısını. Təzdən diskriminantla həll eləmişəm. Bir də belə bir üsulu var. Misalın. Deməli, X üstə gəl 2, 3x çıx 8 bərabərdir X kvadrat çıx 4 deyildi. Buranı vuruqlara ayırmışam. Sonra bunu keçirdim o tərəfə. Təzdən ikisində də X üstə gəl 2 var deyə onu çıxartdım. Sonra mötərizədə
3x çıx 8 böyük mötərizədə. Və x üstə gəl 2-lər getdi də, çölə ortaq vuruq kimi getdi. 3x çıx 8 və x çıx 2 qabağı bərabər 0-a, x plus 2 0-a, x də bərabərdir mənfi 2-yə. 3x çıx 8 mənfi x plus 2, 2x çıx 6 bərabər 0, x bərabər 3-ə. Köklər cəmidə yenə də bunları toplayırıq. Gəldik tam həllərin cəminə. Tam həllərin cəminə. Burada bir söz deyim uşaqlar. Birdən burada hər tərəfi x plus 2-nə atarsınız ha. Belə yarsınız, birdən kök itər. Ehtiyatlı olun. Yaxşı? Ehtiyatlı olun. Hər tərəfdən x plus 2-ni silmək olmaz. Silsən, əgər x plus 2-ni silmək istəsən, onda qıraqda belləməsən. X plus 2 bərabər 0, x bərabər mənfi 2. Yəni kök itməsin. Bunu da unutmayacaq yəni. 3x çıx 8 bərabər x çıx 2-ni həll eləyəcəyik. Aha, bax görsən, 2 dənə kök çıxdı yenə də. Deyəsən, bu axırıncı elədiyim hamısından rahatdır. Gəldik bura. Hər tərəfi 5-ə vuraq. Məxrəc 5-dir deyə. 5 vur. 5 vur. 5 vur. Mənfi 25. 11 çıx 4x 35. Hər tərəfdən 11 çıxdım. Hər tərəfi 4-ə böldüm. Yox. Mənfi, digər tərəfi mənfiyə vurdum. Bununla bu yeri neynədir? Dəyişdi. Özün apardı. Əgər burada bərabər olsa, bərabərin də özü ilə aparar. Bunun bərabər olsa, özü ilə aparar. Yerində qalmaz, aparar. 4-ə böldük. 6x kiçik 9. Burada olan tam ədədlər mənfi 5-dən müsbət 8-ə qədərdir. Mənfi 5-dən müsbət 5-ə qədər olan getdi. 6, 7, 8, 9 topladıq. Bunu deyirəm, uşaqlar özü ilə aparar. Fikir verin. Mənfi 7 kiçik bərabərdir. Mənfi x kiçikdir 3. Hər tərəfi mənfiyə vursaq olur mənfi 3, müsbət x və 7. Bunu özü ilə aparır belə. Bunu demək istəyirdim. Bundan ehtiyatlı olun. Gəldik bura. 21-ci suala. Deyir ki, düz xəttin bucaq əmsalı 1-dir. Uşaqlar, düz xətti y bərabərdir vəziyyətinə gətirin də. Y bərabər vəziyyətinə gətirin. A-y müsbətdir, saxladım. Müsbət, qabağı müsbət olan 2a çıx 6 vur x apardım o tərəfə, qabağı oldu mənfi. Mənfi 8, 7 oldu müsbət. Sonra y-in qabağındakına böldüm. Buranı və buranı. Bunun bucaq əmsalı budur. Bucaq əmsalı 1-dir deyəndə həmin ifadəni 1-ə bərabər eləməliyəm. Sadəcə olaraq mənfini vurub açdım. Mənfi 2a üstə gəl 6 böl a bərabərdir 1. Mənfi 2a üstə 6 bərabərdir a. Mənfi 2a çıx a bərabərdir mənfi 6. Mənfi 3a mənfi 6 a da müsbət 2. Hazırdır. Kəsirin məxrəci surətindən 5 vahid böyükdür. Məxrəc böyükdür. Məxrəc böyükdür. Onda surətə x desəm, məxrəc də böyüksə x plus 5 olur. Surət məxrəcinə 2 əlavə eləyirik. 2 əlavə elədik. Və kəsir 2-də 1-ə bərabər oldu. Bərabər edirsən 2-də 1-ə, vəssalam. Sonra çarpaz vurursan, biri də buna vuranda x plus 7, x də bərabərdir 3. Deməli, x yuxarı idi. X plus 5 aşağı idi. 3, 3 plus 5, 8. Burada yazıb A parametrini ala biləcək qiymətlərcəm uşaqlar. Bunu bir də eləyərik bir yerdə. Mən ümumiyyətlə kəsişməsinə görə bunları bərabər elədim ki, 2 dənə funksiyanın nə vaxt kəsişir, bərabər edirsən ki, kəsişmə nöqtəsini tapasan. Bərabər elədik. X kvadratları keçdiyi o tərəfə. Burada görünməyən 1 var. O x kvadratların bir yerdə işləsək, a çıx 1 vur x kvadratı, çıxaq 6x üstə 3 bərabər 0. Bunlar bir nöqtə kəsişirsə, uşaqlar, yəni bu tənliyin bir dənə həlli var. Yəni diskriminant 0-dır. Bu ideyaları əzbərləmək lazımdır. Boş yanaşmayın, ay güclülər. Ay 15-dən yuxarı yazmaq istəyənlər. Bir nöqtə kəsişirsə, deməli bir nöqtədə kəsişirsə, deməli tənliyin bir dənə həlli var. Bir nöqtədə kəsişmək, tənliyin bir dənə həlli var. Bir həllidə kvadrat tənlidə diskriminant 0-dır. Diskriminantı tapdıq 36, üstə gəldisə çıx, 4 vuraq, 3 vuraq qabaqdakı açıq 1 və gəldik 36 çıx, bu vurduq açdıq. 48 çıx, bildirinizə mənfi 12a, müsbət 12, 48 çıx 12a, 0-a bərabər a 4 oldu. Mən bir dənə a tapdım uşaqlar.
Amma bu misala bir də baxarıq. Ola bilər ki, nə isə gözümdən qaçır. Bəlkə də misal düzgün həll eləmirəm yerli dibli. 24. Bunu işləmək lazımdır. Uşaqlar, loqaritma 2 əsasdan 4, vurma deyə üstə gəl. Loqaritma 2 əsasdan kök 2. Loqaritma 2 əsasdan 4-ün əvəzinə 2-nin kvadratı yazıram. Bu 2-ni yazdım. Bu birisi 2-ni yazıram, üstə 2-də 1 qoyuram. Bunlar gedir, qalır 2. Bunlar gedir, qalır 2-də 1. Elədi 2 üstə gəl 2-də 1, yəni 2 tam 2-də 1. 2 yapışdı. 2 qaldı, 2 dəfə 2-nin 4, 1, 5. 5-də 4-ü də 2-də 5-ə vuranda 2 eləyir cavab. 2 zəri eyni anda atdıqda, üst üzə düşən xalların fərqinin sadə də olması ehtimalını tapın. Uşaqlar, 2 dənə zəri atdıqda 36 dənə hal var. Bunu həmişə tez qeyd eləyin. Mütləq qeyd eləyin. Başa düşdünüz? Bir 30 saniyəmiz gedər, düzdür. Mütləq qeyd eləyin ki, amma səlqəli belə sırayla qeyd eləyin həmişə. 36 dənə hal var. Düşən xallar fərqin sadə olması ehtimalı tapın. Sadələr qeyd eləmişəm. 1 ilə 3, 1 ilə 4 fərqi sadədir. 2 ilə 4, 2 ilə 5 fərqi sadədir. 3 ilə 1, 3 ilə 5, 3 ilə 6. Görürsünüz, fərqi çıxanda 2, 3 eləyir. Burada da 3 eləyir, fərq 2 eləyir. Burada da 2 eləyir. 3, 2. Görürsünüz, burada 5 eləyir. Burada 3 eləyir, burada 2 eləyir və 2, 4. Sonra bu da 6 gəldi, onsa 10, 15 dənə. 36'da 15'ti. Bu misalda bitti.